Bugün də əsas mövzumuz olacaq hiss və onun yeni tərzi. Mən xatırlayıram ki, Muradın verilişində səsləndirmişdi ki, ehtiyac duymuram da, yəni kimsə ayaqlarıma baxsın desin, ay da bu nə qəşəng qızdır, nə qəşəng ayaqları var bunun. Yəni bu mənəviyyatımı doldurmur da, yəni bu tamamlamır yəni. Və indiki son klipi və son tərzi, son geyimi bunun tam əksini göstərir. Bu təzad necə oldu, yarandı? Bu qız Əsli xanım hansı ilə, yazdığı mahnı ilə tanındı, gündəmə gəldi. Bu da yeni bir tərz idi Azərbaycanda. Hissin gətirdiyi. Ona görə də tez gündəmə oturdu. Gündəmə oturdu, amma bu yeni bir tərz dediyim Azərbaycan üçün yeni bir tərz idi. Ümumi götürsək, xaricdə belə oxuyan çoxdur. Misal? Var məsələn Rihanna var. Özü də yəni danmır ki, yəni Rihannaya biraz meylliliyini. Mənim şəxsi düşüncəmə qalanda mən elə fikirləşirəm ki, yeni bir tərz dediyin bir şey elə olmalıdır ki, sən yeni bir şey eləməlisən. Bu Azərbaycan üçün yeni ola bilər. Amma sən bunu gedib xaricdə var da bunu oxuyanlar. Çox. Mən öz fikrimlə deyirəm. Dinləyən də var, sevənləri də var. Hissin. Mən öz fikrimlə deyirəm, mən dinləmirəm. Yəni dinləsəm orijinallarını dinləyərəm xaricdə. Əslində onları da dinləmirəm. Bu yeni bir tərz mənə görə nədir? Bunu Azərbaycanda eləyənlərdən Hüseyn Dəryol. Onları tam götürüb olduğu kimi gəlib Azərbaycanda tərcümə eləmədi. Özündən bir şey qatdı ora. Azərbaycan musiqilərini qatdı. Kimə baxırsan, bir rəvayətdir. Deyirəm bəlkə bir rəvayət də mən deyim. Amma mənim bu rəvayətim məhəbbətdən deyil, öz məhəlləmizdəndir. Musiqinin özünü rap oxuyurdu, amma Azərbaycan sayağı deyim də bu musiqi. Bu o dövrə görə çox yaxşı bir şey idi. Dinləyənləri də var. Onu sevənlər ola bilər. Bu tərzi bəyənməyib sırf Amerikan stili istəyənlər ola bilər ki, var idi. Xoşseyin də tərəfdarlar var idi o dövrdə. Mən dəryaçı olmuşam həmişədən. Bu o demək deyil ki, Xoşsey pis rap deyib, pis oxuyub. Əlbəttə o respekt həmişə. Ki, hiss də yeni bir şey gətirər, nəsə eləyər. Amma indi mənim gördüyüm şey, yəni mən bunu xarici reperlərdə necə varsa elə görmüşəm çox adam. Amma məncə indi kopyalayır. Əvvəl kopyalamırdı. Əvvəl öz tərzini qoymuşdu ortaya. Məsələn, sevirdim, qulaq qoymuşdu? asırdım. Mən məsələn Karma trekindən sonra onu tanıdım, sözünü söylədim. Belə Açıq-saçıqlığı yox idi klipində, ancaq səsi ilə gündəm olmuşdu. İndi sən misal üçün qulaq astın. Sonradan mı formalaşdı bu fikir səndə? Yəni Mən də həmişədən burada mən keçən səfər bir konsertdə də gördüm. Orada da artıq geyimi dəyişibdi, yəni nisbətən